Herkese salamlayıram. Xoş gördük. Əziz abituriyentlər, bu videom deməli ədədi ardıcıllıq və silsilələr bölməsindən 2018-2024 aralığını əhatə edən bloka düşmüş bütün sualların izahları olacaq. Deməli, blok imtahanında hər birinizə uğurlar arzulayıram. İnşallah hər şey yaxşı olar şagirdlər. İnşallah hər şey ürəyiniz istəyən kimi olar. Kanala abunə olmağı unutmayaq. Artıq 15-ci videomuzdur. Dəstək məqsədli 15-ci videomdur ki, kanalda paylaşmışam. İnşallah ki, videolarımız sizin üçün çox yararlı olacaq. Özünüz şahidi olacaqsınız. Birinci sual belədir. Perimetri 24 olan, kiçik tərəfi belə olan üçbucaq ədədi silsilə əmələ gətirir. Bu A1, bu A2, bu A3 olsun. Kiçik tərəfi, yəni A1 5 santimetrdir. Bu üçbucağın böyük tərəfi lazım. Bu perimetrdə 24'dür. Bunu silsilə ilə də yazmaq mümkündür. Belə sadədir, baxan kimi də görsənir. Deməli, silsilə fərqinin D3 olduğunu nəzərə alsam, 8, 11. Perimetr həqiqətən 13 və 24 eləyir. Bunu silsilə ilə də yazmaq mümkündür. Yəni A1 5'dir, A2, A3 yoxdur. Ortada duran hədd kənardakıların cəminin yarısına bərabərdir. Üç tərəfinin cəmi də 24'dür. Yəni bu formada A1 plus A2 plus A3 bizə verilib 24. Bunda A2 plus A3, A1'in yerinə 5 yazıram. Çünki kiçik tərəf 5'dir, A1 5'dir axı. A1 5. Yerinə yazsam 24 çıx 5 19. Bunu açsam A1 plus D ilə A1 plus 2'dir, bərabərdir 19. Buradan 2A1 üstəgəl 3D bərabərdir 19. A1 5'dir. Buradan alınır mı 9? D də bərabərdir 3. Yəni silsilə fərqi oldu 3. 5, 8 və 11. 3 artır. Üçbucağın böyük tərəfi də 11'dir. İkinci sualımız belədir. Deyir ki, B1 vurulsun B11. Yəni B1 vur, B11'i açıram. B9 vurulsun Q kvadratı kimi bərabərdir. Q3 vur B üstü 9. B9. B9'lar gedər. Qalar B1 vur Q kvadratı B3 deməkdir. B3'ümüz kök 3'dür. B3'ümüz kök 3'sə bu asili soruşur bizdən. B1 vur, B2 vur, B3 vur, B4 vur, B5. İndi şagirdlər, bunu belə yazırsınız. Bu hədlərinin xassələrinə görə ortada duran hədd, yəni B3 nəyə bərabərdir? Kök altında B2 vurulsun B4'ə. Yəni B3'ün kvadratı bərabərdir B2 vur B4. B3'ümüz kök 3'dür. Kök 3'ün kvadratı 3 bərabərdir B2 vur B4. Yəni hər belə deyək, ortadakı hədd bərabər olur kənardakilərin həndəsi ortasına. Həndəsilərin hədlərin xassələrinə görə. İndi baxın, B2 ilə B4'ün hasili 3'dür. Deməli, bu ikisinin hasili 3'dürsə, hər son, belə deyək də, hər iki dənəsi, yəni B3 bərabərdir, B2 vur B4. Məsələn, buradan B4'ü tapsam, B4 bərabərdir, kök altında B3 vur B5 olacaq. Yenə də 3'ə bərabər olmuş olacaq. Ona görə də bunlar hər biri kök 3 kimi götürə bilərəm. Bax, kök 3 və bir dənə də kök 3. 5 dənə kök 3. Çünki fikir verin, bu kök 3 nəyə bərabərdir? Kök 3 bərabərdir kök altında bu ikisinin hasili, yəni ortada duranın kvadratı və yaxud 3 bərabər nəyə? Kök 3 vur kök 3'ə. Buradan 3 bərabərdir 3 ödəndi. Yəni biz bu hasili tapmalıyıq. Onda alınır neçə? 9 kök 3. Düsturla da yazmaq olar, belə də yazmaq olar. Cavab 9 kök 3. Üçüncü sual. Bunun üçün hazır düstur da var əslində. Ehtiyac yoxdur hazır düstura. Formada yazırsınız bunu. Yəni qısaca belə deyim də sizə, məsələn burada B1, B5'ə qədər verməyib. Buradan tutaq ki, nəyi tapdıq? B3 tapdıq kök 3. B3 tapdın kök 3 isə əgər hər yerə kök 3 yaz. Hər yerə kök 3 yaz və sıla. Misalı işlə. Bu tipli sualların hamısı belədir.
3 silsilədə A3 olarsa A1 suala. Müxtəsər vurma düsturundan açsam A5 minus A1. Bir də nə yazmalıyam? A5 plus A1 bərabər 336. Buradan A5'i açsam A1 plus D, 4D kimi bir dənə çıx A1 var burada. Bu A1'lər gedər, qalar 4D. Bunu da A5'i də açaram. Açaram. Deməli belə. Deməli belə. A5'i də açaram. A1 plus 4D. A1 plus 4D. Üstəgəl bir dənə də A1 var. Bərabər 336'ya. Buradan 4D 2A1 plus 4D bərabərdir 336'ya. Hər tərəfini ixtisar edək. 4'e ixtisar eləsəm D vurulsun. 2A1 üstəgəl 4D bərabərdir 33'də 8 1 16'da da 4 84. Hər tərəfini 2'yə də ixtisar edək. A1 üstəgəl 2D bərabərdir 42. Bu belə. İndi A1 plus 2D şagirdlər nə deməkdir? A3 deməkdir. A3'ün yerində də 14 veriblər bizə. D vur 14 bərabərdir 42. Onda D bərabərdir. Buradan 3 alındı. D 3'sə A1'i tapmaq olar. A3'ü açıram. A1 plus 2D bərabərdir 14. Bunda A1 bərabərdir. 14 çıxılsın. 2'də 3 6. Yəni cavabım oldu 8. 4. Arıcılıqlar üçün uyğunluğu müəyyən edin. Deməli, yerinə 1 yazıram birinci şərtdə. 1 yazsam olur deməli 11 bölü 2 5 tam onda 5. 2 yazıram. 2 yazsam 17 bölü 2. 17 2'ye böldü. 8 tam onda 5. 3 yazsam 3 də 6 18. Üstəgəl 5 23. 20 18 23 bölü 2. Bu da elə də 11 tam onda 5. 12 olsa 24 olur. 11 tam onda 5. Şimdi baxın 3 artır mı? Hər yerdə 3 artır. Bax silsilə fərqi 3'dür. Deməli bu ədəd silsilədir onda. Biri oldu C. Ədəd silsilədir. Silsilə fərqi 3'dür. Həqiqətən də silsilə fərqi 3'dür. CB. İkinciyə baxıram. İkincidə bu birinci. 1 yazsam A1. Elədi 6. 2 yazsam 9 18. 3 yazsam 27 54. Həqiqətən də 3 dəfə artır. Bax hər dəfə 3 dəfə artır. Yəni silsilə vurğu burada 3'dür. Həndəs silsilədir və silsilə vurğu 3'dür. Yəni bu da oldu D ilə Y. Buna da bir dənə qaldı da. Nə ədədi, nə həndəsi. Heç birinə uyğun gəlməyəcək. 5-ci sual. Sual 5. Birdən başlayaraq. Yəni birdən başlayıramsa A1 1'dir. Ən az neçə natural ədəd götürməliyəm ki, onların cəmi 120'dən böyük olsun. Neçə dənə natural ədəd götürməliyəm ki, bilmirəm neçə dənədir. N bərabərdir sual. Onların cəmi 120'dən böyük olsun. Yəni SN böyük olsun 120'dən. İndi bu SN'i açsam 2A1 düsturundan 2A1 üstəgəl N minus 1 vur D. D 1'dir də. Natural ədədlər də 1 1 artır. Bunda bunu yazmayacağım. Bölünsün 2 vurulsun N böyükdür 120'dən. Burada 2'dən 1 çıxdım. Bəli 1 üstəgəl N vur N böyükdür 240'dan. Buradan şagirdlər. Buradan N kvadratı plus N minus 240 böyük 0'dan. Bunu da işləsək diskriminantla 1 4 24 4 96 960 961 eləyir də. Bu 961'dən də neçə çıxır? 31 çıxır. Bunda N1 bərabərdir. Mənfi 1 üstəgəl 31 30 bölü 2 15. Yəni elədi neçə? 15. Digəri də deməli ikinci kökdə N 2 bərabərdir. Mənfi 1 16. Daha doğrusu 31. Mənfi 32 bölü 2 bu da elədi 16 mənfi. Yəni N plus 16 ilə N minus 15 böyük 0'dan. Bərabərsizliyin həllinə görə bura mənfi 16, bura müsbət 15 daxil deyil.
Bura müsbət, mənfi, müsbət. Cavabım eləyir bu aralıq, bir də bu aralıq. Biz mənfiləri götürmürük. Ən azı neçə ardıcıl natural ədədin deyir. Ən az neçə ardıcıl natural ədədin deməli 120-dən böyük olsun. Bərabərsizliyin həlli də oldu mu? N böyükdür 15-dən. 15-dən böyük ən az neçə natural ədəd götürmək lazım? 16 dənə natural ədəd götürmək lazımdır ki 120-dən böyük olsun B variantı. Növbəti 6-cı suala baxaq. Sual 6. Əndəl silsiləsində B5 verilib, B7 verilib, silsilə vuruğunu soruşur. Bunda silsilə vuruğu, bunda B7 bərabərdirmi B5 vurusu Q kvadratına? Q kvadrat buradan bərabərdir. B7 böl B5. Yəni 72 böl 18. Belədir 4. Silsilə vuruğu buradan alınır 2. Plus minus 2 lakin. Növbəti 7-ci sual. Əndəl silsilə əmrə gətirən 3 ədədin hasili, yəni B1 vur B2 vur B3 bərabər 216. Ədəd ortası B1 üstəgəl B2 üstəgəl B3 bölü 3 bərabərdir 3-də 26 olarsa, bu üçləri ixtisar edin. Bunda qaldı bərabərdir 26. Olarsa bu ədədlərdən ən böyüyünü tapın. İndi burada yazaq ki birinci B1 vur, B1 vur Q, B1 vur Q kvadrat bərabər 216. Buradan alınır mı? B1'in kubu, Q'nun kubu bərabər 216. 216 6'nın kubudur. Bunda burada B1 vur Q 6'ya bərabər oldu. Yəni B2 bərabərdir 6 oldu. 6 oldusa bu ədədlərdən deməli böyüyünü tapın. İndi burada B1 vur, B2'nin yerine yazdım 6, B3'ün yerine yazdım B2 vur Q. Beraberdir 216. Buradan evet, B2 6 alın. B2'ni tapmışıq da. Bize B2 lazım değil. Bize lazımdır en böyüğünü tapmaq. B1 3 ədəddən söhbət gedir. Bir də B3 tapmaq. Onu da belə yaza bilərsiniz də. Bu B1 plus B3 üstəgəl B2 26'ya bərabərdir. Üstəgəl 6 bərabərdir 26'ya. Bunda buradan B1 üstəgəl B3 bərabərdir 20'ye. Buna aydındır yəqin. İndi bunu da yazın belə. B1 üstəgəl B3 yazın B2 vur Q bərabərdir 20. B2 yerine 6 tapmışıq. 6 yazsam 20'ye bərabər. Bir də B3'ü daha doğrusu baxın B2'ni mən 6 tapmışam. B2 də B1 vur Q bərabərdir 6'dır. Buradan artıq Q'nu işləyə bilərsin. Buradan B1'i tap. B1 bərabərdirmi? 6 böl Q'ya. Get yerine qoy. 6 böl Q plus 6Q bərabərdir 20. Vurub açıb diskriminant tənini işləyə bilərsin. Lakin Q'nun 3 olduğu görsənir. 18 plus 2 20 eləsin. Q 3-dürsə. İndi vəssalam B1'i tapa bilərsən. B1 bərabər 6 bölü 3 2. Deməli B1 2'dir, Q 3'dür, B3 də tapmaq olar. B3 bərabərdir B2 vur Q. Yəni 6 vur 3. Cavab elədi 18. Belə. Cavab oldu 18. Bu ədədlərdən böyüyüydü. Sual 8. Sonsuz azalan həndəl silsilənin birinci həddi, yəni B1, özündən sonraki bütün hədlərin cəmindən 8 dəfə böyük olarsa. Özündən sonraki bütün hədlərin cəmindən. Ümumiyyətlə, bütün hədlərin cəmi B1 üstəgəl, B2 üstəgəl, B3 üstəgəl, nöqtələr, bunlar hamısı, yəni bütün hamısı da B-nə qədər hamısı bərabərdir nəyə? Sonsuz azalan S-nə. S-nin də düsturunu bilirsiniz. Deməli, B1 bölünsün 1 minus Q. Ya bu sonsuz azalan həndəl silsiləyə bərabər olur. Bütün hədlərin cəmi. Şimdi buradan siz B1'i tapsaz, bakın bu B1'i tapın buradan. B1'i tapsaz. B1 nəyə bərabərdir? B1 bərabərdir S-dən, yəni bu S-dən çıxarsınız bunu. B2, B3, Bn. Bunları çıxarsınız. Nöqtələr Bn. Üstəgəl Bn. Bunların hamısını çıxırsınız. Bu formada deməli bir də şərtini oxuyum. Birinci həddi özündən sonraki bütün hədlərin cəmindən. Və birinci hədd özündən sonraki bütün hədlərin cəmindən.
Hə, yəni B1 bərabərdir. Özündən sonraki bütün ədlər hansıdır? B2, B3, bax bu, B3, nöqtələr, B-in, bunların hamısının cəmindən 8 dəfə böyükdür. İndi mən diqqətlə baxsaz, bu düsturu görürsüz də. Bu düsturdan B2, B3 müstəqəl B-in cəmini tapası olsam, nə baş verir? Sn minus B1 qalırmı? Sn minus B1 qalır. Yəni bu cəmi, baxın, bu cəmi yumruyu alıram, baxın, bu cəmi tapanda Sn-dən B1-i çıxmış oluram. Bunda B1 bərabərdir. Nə yazacağam? Sn çıx B1 vurulsun neçə? 8. Məsələn, bunu işləməliyəm. Tam B1 bərabərdir. Sn'imiz B1 bölünsün 1 minus Q-dür. Çıxılsın B1 vurulsun 8. Hər tərəfini B1-ə ixtisar edeyim. 1 bərabərdir. 1 böl 1 minus Q minus 1 vur 8. Buradan 1 bərabərdir. 1 minus Q-də 1 minus 1 plus Q vur 8. Bu da 1'lər gedər. Qaldı deməli Q böl 1 minus Q bərabərdir. Daha doğrusu bərabər 8'də 1-də. 8'də 1'i sağa keçirsək. 1 minus Q bərabərdir 8. Deməli Q-yə. 9 Q bərabərdir 1'ə. Q də bərabərdir 9'da 1'ə. Cavabım oldu elə 9'da 1. Biraz nisbətən maraqlı sual idi. 9. Stəkan su ilə doludur. Hər addımda stəkandakı suyun yarısı boşaldılır. Hər dəfə yarısı boşaldılır. 14-cü addımdakı stəkanda qalan suyun miqdarı dəfə çoxdur deyə. Deməli, söhbət B-in həndəs silsiləsindən gedir. Onda Q bərabərdir. Hər addımda stəkanın yarısı. Onda Q 2'də 1'dir. 14-cü addım B14 bölünsün 8-ci addımda qalan miqdardan nə qədər az olar? B14'ü bölərəm neçəyə? B8'ə. Açaram bunu. B1 vurulsun. Deməli, Q neçə? 13. B1 vurulsun Q 7. Bunlar ixtisar gedər. Qalar Q neçə? Deməli, Q 6. 2'də 1 üstü də 6. Deməli, 1 bölü 64. Düz yazdım mı? 13, 7, 6. Bəli, deməli 64 dəfə az olar. 10-cu suala baxıram. Verilmiş ardıcıllıq üçün uyğunluğu müəyyən edin. Sadə sual çayıda bayaq bundan yazdıq. N'in yerinə 1 yazın, 2 yazın, 3 yazın. Baxın, ədədidir, həndəsidir. Hansıdır? Sadə sualdır. Bundan yazdıq bayaq. 11. Tənliyini həll edin. Deməli, bu cəm get-gedə azalır. Sonsuz azalan həndəsliklərdir. B1'imiz 2'də 1'dir. Q'ümüz mənfi 4'də 1. Mənfi 4'də 1. Deməli, daha doğrusu Q mənfi 4'də 1 yox, üzürlü sayın şagirdlər. B2 bərabərdir mənfi 4'də 1. Bu da sonsuz azalan həndəs silsilə yox, ümumiyyətlə həndəsi silsilədir. Çünki sonsuz azalmır axı bu. Q bərabərdir buradan B2 bölünsün B1. Yəni mənfi 4'də 1 böl 2'də 1. Bu da mənfi 2'də 1. Bunu tapdıq. İndi biz bu bərabərlik var ha, x plus 1 bölü 256. O neçənci həddə, yəni neçə həddinin cəmi ona bərabərdir? Baxan kimi 8-ci həddi görmək mümkündür. N bərabər 8. Hardan bilirəm N bərabər 8 olduğunu? Baxın, 2, 4, 8, 2'yə vurdu 16, 2'yə vurdu 32, 2'yə 64, 128, nəhayət 256. Yəni hər 2'də 1 dəfədən, yəni baxın, mənfi 2'də 1 dəfədən 256. Yəni bu N8 və yaxud da siz bunu hardan taparsınız? Buradan taparsınız. Bn bərabərdir. B1 vur Q üstü N minus 1. Sütunundan gətirib yerinə qoysanız da N'i zaten 8 taparsınız. Aha. Belədirsə, onda S8 bərabərdir. Düsturumuz necədir? B1 vurulsun Q üstü N minus 1 bölünsün Q minus 1 düsturu. Bundan istifadə edirsiniz.
Bundan istifadə edəndə bərabərdir. Bu bərabərdir 256-da. Burada deməli q minus 1. Bu 256-da x plus 1'dir. B1'i tapmışam. B1 2'də 1'dir. 2'də 1 vurulsun. Q mənfi 2'də 1'dir. Mənfi 2'də 1 üstü n8'dir. Elədi 256'da 1 çıx 1. Bölünsün q minus 1. Mənfi 2'də 1 minus 1 bərabərdir 256'da x plus 1'ə. Buradan 2'də 1 vurulsun 256'da 1 minus 256. Elədi mənfi 255. Mənfi 255. Bölünsün nə var? Mənfi 2'də 3. Mənfi 2'də 3 var. 1 tam 2'də 1 eləyirək. Mənfi 2'də 3. İndi bu da buna bölsək əgər. Buna bölsək. Olurmu belə? Deməli, baxın. Mənfi 3 qalır aşağıda. Belə deyək də bu 2 vur 256'da mənfi 255 vurulsun mənfi 3'də 2. Ədədlər biraz pis verilib. Bundan bu gedir. Bundan bu gedir. Mənfilər də gedir. 255'i 3'ə böləndə neçə eləyir? 8, 24, 1, 15'də 85. 256'da 85 aldım. Bərabərdir. 256'da x plus 1'ə. Burada 256'lar bərabərdir. X bərabərdir. Onda 84 qalır. Cavabımız oldu 84. 12-ci sual. Deməli A5 bərabərdir. Yəni A1 plus 4 bərabərdir 6,5. S13 bərabərdir. S13 bərabərdir. 10 vur S9. Olarsa A7 deyir tapın. Buradan S13'ü açın belə də. 2A1 üstəgəl n-1 n13'dür. Minus 1 12D böl 2 vur 13. Bir bərabərdir 10 vur. Necə yazıram? 2A1 plus 8D böl 2 vurulsun. Demək bir də 9'a. Buna 90 yazımdı onda. Aldı bu şəkildə. İkilər ixtisar. İkilər ixtisar. Sonra burada alındım belə bir şey. 2A1 üstəgəl 12D vur 13 bərabərdir 90 vur 2A1 plus 8D. Aldım bu şəkildə. İndi bizə başqa A5 verilib, eləmi? A5 verilib. A5 burada haradasa yarana bilirmi baxıram. 2 ixtisar eləsəm, burada qalır A1 plus 6D. Baxın 2 ixtisar elədim bunu. Qaldı A1 plus 6D vur 13. Bunu da 2 ixtisar edirəm. 2 ixtisar yerində olurmu? 2 ixtisar deməyək. 2 mütərizə xaricinə çıxartmışam. Burada da 2 mütərizə xaricinə çıxardanda 2 vur 90. Qaldı A1 plus 4D. Görün necə sadə oldu. Bundan bu getdi. Elə bu eləyir A7 vur 13 bərabərdir. 90 vur. Deməli A5'in A1 üstəgəl 4'də də A5'dir. Bunu da yerinə yazıram 6,5. Buradan A7 bərabərdir. Nə qaldı? 13 aşağıda 90 vur 6,5. Bundan bu gedir qalır 2. 90 bölü 2 45. Cavabım oldu 45. Belə bir sual. 13. Uyğunluğu müəyyən edin. Çox sadə uyğunluqdur şagirdlər. Bunu özünüz işləyə bilərsiniz. Bunun üzərində vaxt itirmirəm. Özünüz işləyəcəksiniz. A9, A4, D1'i tapırsınız, S'i tapırsınız və s. 14 də həmçinin çox sadədir. A6'nı tapa bilərsiniz. 15'ə baxıram. Silsiləsində A4 bərabərdir 3 olarsa, silsilə fərqinin hansı qiymətində ən böyük qiymət alar? İndi A2'ni açın, A1 plus D, A5'i açın, A1 plus 4'dir. Düz bu şəkildə. Buradan da silsilə fərqinin deyir də,
Bunda A4'ü açın. A1 plus 3D beraberdir 3'e. Bunda buradan A1 beraberdir mi? 3 minus 3D. Yatıb yerine yazıram. 3 minus 3D. Burada da D var. Minus 2D kaldı. 3 minus 3D. Üstüne de 4D gələndə 3 plus D. Vurub açıram. 9. Plus 3D minus 6D. Kalır mı? Minus 3D. Bir de çıxılsın 2D kvadratı. Buradan 2D kvadratı mənfi minus 3D plus 9. Şimdi deyil. Silsilə fərqin hansı qiymətində ən böyük qiymət alar? Ən böyük ən kiçik qiymətini n bərabərdir mənfi b bölü 2a'ya görə hesablayırıq. Bu hansı qiymətində soruşur. Ən kiçik, daha doğrusu ən böyük qiymətini alar. Yəni n'ini bu alacaq, m'in hansı qiymətində onu soruşur. Mənfi B3, burada mənfilər getdi. 2 vur 2 də 4. Daha doğrusu mənfi 4. Cavab elədi mənfi 4də 3 qiymətində. Belə. 16-cı suala baxıram. Silsiləsində B1 belədirsə, ifadəsinin qiymətini tapın. Bunu yazıram. B9 minus B1 müxtəsər. Bir də B9 plus B1. Aşağıda B1 B17 minus 1. Bunu da yazaq da belə. B1 vur 2 üstü 16 minus B1. Buradan aşağıdan B1'i çıxarsam 2 üstü 16 minus 1 qalar. İndi yuxarıdan da B9'u açsam B1 vur 2 üstü 8. B1'i çıxarsam 2 üstü 8 minus 1 qalar. B1'i çıxartsam yenə qalar 2 üstü 8 plus 1. Elə bu 2 üstü 8 minus 1 plus 1 elə bundan ixtisar getdi. B1'in biri də getdi. Qaldı bir dənə B1. Onun da qiyməti 4 verilir. Belə cavabımız oldu 4. 17-ci sual. Silsiləsində hasilini tapın. Bir dənə n'in yerinə 1 yazın. Baxın nə baş verir. B11 bərabərdir. 3-cü dərəcədən 36 da bu. İndi aşağıdakı ifadənin yerində də 1 yazın. B10 vur B11 vur B12. Həndəsi silsilənin hədlərin xassələrinə görə dedi ki, B11 kvadratı bərabərdir nə? B10 vur B12. Onda bizdən bu hasili soruşur da. Bizdən bu hasili soruşur. Soruşursa əgər B11'i tapmışam. Onun kvadratı eləyir mi? Belə. O kvadrat neçə eləyir? 3-cü dərəcədən 36'nın kvadratı. Bu bərabərdir. B10 vurulsun B12'ye. 3'ün də hasilini tapanda baxın bu ikisinin yerinə artıq bax bunun yerinə mən bunu tapmışam. Həmin bu cavabı, yəni 3-cü dərəcədən 36'nın kvadratını vurmalıyam. Elə 3-cü dərəcədən 36'ya. Çünki B11'ə vurmalıyam. Burada da alındı nə? Elə 36'da. Cavab oldu 36. 18-ci sual. Silsiləsində belə olarsa S16'nı tap. A5'i açın. A1 plus 4D. A1 plus 6D. Üzərinə gəl. 9D və 11D. Toplayanda 4A1, 4, 10, 19, bu da 1. 30D bərabərdir 64. 2'ye böldüm. 2A1 plus 15D bərabərdir 32. S16'nı açın. S16'nı açın 2A1'e göre. 2A1 plus 15D bölü 2 vur 16. Hele bunun yerine 32 yazın. 32'ni bölün 2'ye. Bunun yerine. Vur 16'ya. Cevabım elədi 256. 18 idi. 19. Düsturu ilə verilən ardıcılığın 9-cu ədədini tapın.
A9-cu əddir. 9-un kvadratı 81 üstəgəl 9-dan da 3 çıxır. Elədi 84. Lakin bu baxın, bu SN-dən verilsəydi şagirdlər, baxın bu SN-dən verilsə 9-cu həddi A9-u soruşsa, unutmayın, bunu S9 çıx S8 kimi hesablamalısınız. Cəm veriləndə burada hədd verilib. 20-ci sual. Artan əndəsislə birinci əddi 2-dir. B1 bərabərdir 2-dir. İlk 3 əddinin cəmi 1 üstəgəl 2 üstəgəl 3 26-ya bərabər olarsa, bu sizlərin 4-cü əddini tapın. Evet, 4-cü əddini tapın. Tapaq da. Bunu yazın. B1 üstəgəl B1Q üstəgəl B1Q kvadratı bərabərdir 26. B1'i çıxartsam 1 üstəgəl Q üstəgəl Q kvadratı bərabərdir 26. Bunda Q kvadratı plus Q plus 1 bərabərdir 26'nı bölürəm B1'ə, yəni 2'yə 13. Buna çıx 13 bərabər 0 yazıram. Q kvadratı plus Q minus 12 bərabər 0'a. Bunun da kökləri -4 ilə müsbət 3'dür. Biz də müsbətini götürürük. Çünki artan həndəsislədir. Q birdən böyük olmalıdır. 3'ü götürdük. 4-cü əddini soruşur. B4 bərabərdir. B1 vur Q kubu. B1'im 2'dir. Q də 3'dür. Kubu 27'dir. Vurdum elədi 54. Cavabım oldu 54. Belə şagirdlər, bütün sualların izahları verildi. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.